Bu yaxınlarda Tərk edilmiş filminin qala gecəsində iştirak eləmişdik və bu filmi hamı ilə bərabər izlədik və Azərbaycan aktyorlarının nə qədər istedadlı olduqlarına bir daha əmin olduq. Söhbət əlbəttə ki, Könül və Kamrandan gedir. Yenidən onların elə məhz bu filmlə bağlı yenilikləri onlarda. Gözəl aktrisamız Könül Nağıyeva vətəni tərk edir. Yəqin ki, en kısa zamanda Türkiye'ye köçmeye mecbur olacağım. Elvida gedirəm, elvida həyat. Yəqin göylərdədir azadə həyat. İstəyirəm ki, hansısa həyatımın hansısa bir hissəsini elə Türkiye'de yaşayayım və işimi orada qurum. Arzularının ardınca Bakıdan ta Türkiye'ye üst tutan Könül bunun heç də asan olmadığını deyir. Təkliflər gəlir, mən burada ola orada onları həll eləyə bilmirəm. Yəni birinə əlim çatır, o birisinə çatmır. Məni heç kəs gözləyəsi deyil ki, Könül xanım açım samolyota oturub bizdən danışıqlara gələcək. Bu biraz yəni məsuliyyətsizlikdir. Əlbəttə mənim həyatım ömür boyu riskdən ibarət olub. Yəni mən nəyisə yönləndirmişəm öz fikirlərimi və onun dalınca getmişəm. Əgər bu gəlib bu yaşıma qədər bütün bu arzulara çatmışamsa, bunları inkişaf etdirmək lazımdır. Oturum gözləyim ki, həyatda hər şey gözəl olacaq. Yox, bu üzərində işləmək lazımdır, çalışmaq lazımdır. Bəli, yəni əvvəl əlbəttə ki, özüm gedəcəm. Yəni işlərimi düzüb qoşandan sonra yəqin ki, belə olacaq. Yəni hal-hazırda düşüncələrim belədir. Sevilən aktrisamız bundan sonra öz sənətini Türk show biznesində davam etdirəcək. Arada sırada da Türkiyədən 2 təklifim var. Onları hal-hazırda danışıqlar aparılırıq. Bir dənə serialdır, bir dənə dizidir və bir dənə yenə də tam metrajlı bir film. Və belə bir fürsət varsa bunu Türkiyədə eləməyə, çünki sırf kinematoqraf baxımından. Başqa yəni... Yerində saymağı sevməyən aktrisa bu dəfə həmkarı Kamran Ağamalıyevlə birlikdə Beynəlxalq Eskişəhər Film Festivalına qatılacaqlar. Dünən sevindiyimdən qışqırırdım. Tərk edilmiş filmi, deməli, Eskişəhər Beynəlxalq Film Festivalına qatıldı. Xoş məqam o oldu ki, biz tərk edilmiş filmin festivala qatılmağını gözləyirdik. Amma sırf tərk edilmiş filmini mən və Kamran təmsil eləyəcək, onu biz gözləmirdik. Mayın 4-ündən 7-sinə kimi biz bu festivalda tərk edilmiş filmini rejissorumuzla Korxan bəylə bərabər filmimizi təmsil eləyəcəyik. Aktrisanın yenilikləri bununla bitmir. Sırada daha bir səs-küylü film gəlir. Mayın 15-də artıq Azərbaycan istehsalı olan gözəl bir kriminal bir dramada çəkiləcəm. Filmin adı Bumerangdır. Rejissor belə qərara gəldi ki, tərk edilmiş filmin ikinci hissəsini çəksin və mən orada rol aldım, amma əlbəttə ki, bu Suriyalı xanım kimi deyil, sadəcə tam başqa bir obraz. Tamaşaçılar məni dəhşətli bir gündə görəcək. Yəni ki, başımın yarısı qırxılı olacaq, saçlarım ağappaq olacaq. Yəni ki, tam fərqli bir şey olacaq. Səsin hər zaman bax belə zirvələrdən gəlsin ay Könül.